Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən Nail Sadıqov hər birinizi salamlayıram. Bu videoda sizlərlə 2023-cü ilin 29 avqust tarixində Azərbaycan Xüsusi Təhsil Naziri tərəfindən təşkil edilən ikinci şans imtahanında istifadə olunan riyaziyyat suallarının izahını vermiş olacağam. İlk növbədə zəhmət olmasa videonu bəyənməyi və ətrafınızda olan digər ikinci şans imtahanına hazırlaşan müəllimlərlə bu videonu paylaşmağı unutmursunuz. Yəni video ictimai xarakterlidir. Onu qeyd edim ki, yəni bu müəllimlərin yadlarında qalan suallardır. Suallar ümumiyyətlə səviyyə olaraq asanları çox idi, yəni ikinci şans imtahanı üzrə. Amma içində maraqlı bir neçə sual da var idi, onu bugünkü sınaqda görmüş olacaqsınız. Birinci sualdan başlayırıq. Fədakarlıq sözündəki hərfləri kəsərək torbaya yığdılar. Təsadüfən çıxarılan bir hərfin sait olması ehtimalını tapın. İlk növbədə fədakarlıq sözündəki hərflərin sayını tapmalıyıq. F, Ə, D, A, K, A, R, L, I, Q. Cəmi 10 dənədir. Yəni, mümkün halların sayı məxrəcə 10 yazılır. Bizdən saitləri soruşur. Burada olan saitlər Ədir, sonra A-dır, sonra digər A-dır və I-dır. 4 dənə isə bizim saitimiz var. Yəni, bu hadisənin baş vermə ehtimalı 10-da 4-dür. Variantlara baxıram ki, 10-da 4 yoxdur, çünki ixtisar aparılıb. 10-da 4-ün sürət və məxrəcinin hər ikisini 2-yə bölə bilərəm. 4-ü 2-yə böləndə 2 düşəcək, 10-u 2-yə böləndə düşəcək 5. Yəni, bu hadisənin baş vermə ehtimalı 5-də 2 olmuş olacaq. Düzgün cavabımız birinci sualda B variantı olmuş oldu. Sual 2. Belə bir ədədlər verir. Deyir, bu müqayisəsində A-nın yerinə neçə müxtəlif rəqəm yazıla bilər. Sadəcə diqqətli olmaq lazımdır. 93.486 həmin ədəddən böyük olmalıdır. Və burada A-nın yerində 4 var, diqqət etdirik. Qabaqları onsuz da 93-dür hər ikisinə. 93.000 neçədir? A neçə ola bilər? A ola bilər 0. 0 olsa 93.056 təbii ki 93.486-dan kiçikdir. 1 ola bilər, 2 ola bilər, 3 ola bilər. Diqqətli olursunuz, A 4 də ola bilər. Niyə? A-nın yerinə biz 4 yazsaq, bax bu hissəyə. Diqqət yetirin. Deməli, nə olacaq? 93.456 olar bu. 93.456, 93.486-dan əlbəttə ki, balacadır. Amma A-nın yerinə mən 5 yazsam, bax bura, əlbəttə ki, 556, 486-dan çoxdur. Yanında işarə uyğunsuz olmuş olacaq. Demək ki, A-nın ala biləcəyi qiymətlər 0-dan 4-ə kimi olan rəqəmlərdir. Bizdən sayını soruşur 1, 2, 3, 4, 5. Yəni, düzgün cavabımız D variantı olmuş olacaq. Sual 3. Sinifdəki şagirdlərin 18-də 7-si futbol, 18-də 5-i isə basketbol oynayır. Sinifdəki şagirdlərin hansı hissəsi futbol və basketbol oynamır? Diqqətli olursunuz, axırda açar məqam var, o da oynamır, yəni inkar hissəciyidir. Əvvəlcə gəlin, futbol və basketbol oynayanları cəmləyək. 18-də 7 isə futboldur, üstə gəlirəm. 18-də 5 hissəsi basketboldur. Bunları cəmləsək, 18-də 12. Yəni, bunlar nədir? Futbol və basketbol oynayanlardır. Ümumi olaraq 18-də 18-dən biz 18-də 12-ni çıxa bilərik futbol və basketbol oynamayanların sayını tapmaq üçün. Və yaxud bunu ixtisar da aparıb sonra da cavabı tapa bilərsiniz. Bunun sürət məxrəcini məsələn 6-ya bölə bilərəm. 12-ni 6-ya böləndə düşəcək 2, 18 6-ya böləndə düşəcək 3. Yəni, sinifdəki şagirdlərin 3də 2 hissəsi futbol və basketbol oynayır. Amma 3-dən biri də əlbəttə ki, oynamayanlardır. Bizdən oynamayanları soruşur. Yəni, düşünün, 3 nəfərdən ikisi futbol və basketbol oynayırsa, 3-dən biri, yəni bir nəfər qalır da yerdə. O da nədir? Hissə olaraq təbii ki, oynamayanları göstərmiş olur. Və yaxud da belə yanaşa bilərsiniz ki, 7 nəfər buradan, 5 nəfər buradan, 12 nəfərdir, cəmi 18-dir də. 18 nəfərdən 12 nəfəri oynayır. Bəs oynamayan nə qədər olur? 18-də 6. Bunu ixtisar apara bilərsiniz. 18-də 6, yəni oynamayanların sayını tapmaq üçün. Əgər birbaşa ixtisarda çətinlik çəkirsinizsə, birbaşa ixtisar nəyə nəzərdə tuturam? Məsələn, hər ikisini mən 6-ya böldüm də bu hissədə. Çətinlik çəkirsinizsə, yavaş-yavaş da ixtisar apara bilərsiniz. Yəni, buna deyirlər arızalı ixtisar. Əvvəlcə sürət məxrəci 2-yə bölürəm. Burada 3 düşür. Sonra burada 9 düşəcək, yəni 2-yə böləndən sonra. Daha sonra bunun hər birini 3-ə bölmək olar. 9-da 3-ün, burada 1 qalır, burada 3. Yəni 3-də 1 cavabını belə də almaq olar. Və yaxud da birbaşa 18-də 6-nın sürət məxrəcini 3-ə deyil 6-ya bölməklə də 3-də 1 cavabını almaq mümkündür. Yəni necə yanaşsaz, fərqi yoxdur. Əsas odur ki, yanaşmanız düzgündürsə, düzgün cavab almış olacaqsınız. Sual 4.
Qiyməti eyni olan 3 qutu qara və 5 qutu göy rəngli qələmə cəmi 57 manat 60 qəpik pul verdilər. Hər qutuda 12 ədəd qələm varsa, 1 ədəd qələmin qiymətini hesablayın. Baxın müəllimlər, sadə formada izah edəcəm. Bu 1 qutu olsun, bu 2 qutu, bu da 3 qutu. Sonra bu qara qələmlərdir. Qara qutu daha doğrusu. 5 qutu da göydür. 1, 2, 3, 4 və 5. Hər qutunun içərisində 12 dənə qələm var. Neçə qutumuz var cəmi? 3 qaradır, 5 də bu. Cəmi 8 dənə qutu edir. Hər qutunun içərisində 12 qələm var. Yəni 8-i vuracam 12-yə. Bu dedəcək 96. Yəni 96 dənə qələm var hal-hazırda. Və biz bütün bu qələmlərə, yəni 96 dənə qələmə diqqətli oluruq, qiyməti eynidir hamısının. 57 manat 60 qəpik pul vermişik. Yəni 57 manat 60 qəpik biz 96-ya bölüb bir qələmin qiymətini tapa bilərik. Dəyərli müəllimlər, 1 manatımız bildiyimiz kimi 100 qəpikdir. Yəni manatı qəpiyə çevirmək üçün onun arxasına 2 dənə 0 yazırıq da, indi sadə ilə də desək. İndi 57 manatı da qəpiyə çevirmək üçün arxasına 2 dənə 0 yazacağam. Yəni olacaq 5700 qəpik. Və bunun da üzərinə həmin 60-ı gələcəm. Çünki 57 manat 60 qəpikdir. Və toplam olaraq bu olacaq 5760 qəpik. Bu hissəni artıq təmizləyə bilərik. Buna ehtiyacımız yoxdur. Aha, 5760-ı böləcəm 96-ya. 5760 ümumi pul bölünsün qələmlərin sayı bizə verəcək bir qələmin qiymətini. İndi bunu da bölən zaman, yəni 5760-ı 96-ya bölsək alacam 60. Və qəpik əlbəttə ki, çünki 5760 qəpikdir. Düzgün cavabımız D variantı olmuş olacaq 4-cü sualda. Sual 5. Katerin durğun sudakı sürəti 12 km bölünsün saat, çayın sürəti isə 5 km bölünsün saatdır. Kater çayın axını ilə 5 saat, axına qarşı 7 saat yol getdi. Kater cəmi neçə kilometr yol getdi? Kater məsələlərində qızıl qaydanı bilməlisiniz. Bu qızıl qayda odur ki, axın ilə gedən zaman sürətlər toplanılır, axına qarşı gedən zaman isə sürətlər çıxılır. İndi əvvəlcə gəlin axın ilə toplayaq. Axın ilə gedəndə 12 və 5-i cəmləyəcəm. 12 üstə gələk 5. Alınan nəticəni vuracam zamana. 5 saat gedib axın ilə. Bunu bir hesablayacam. Sonra axına qarşı gedəndə 12-dən 5-i çıxacam. Alınan nəticəni vuracam zaman. Axına qarşı da 7 saat gedib. Bunu da bir hesaplamış olacam. İndi əvvəlcə 12-nin üstə 5 gələndə edəcək 17. 17-ni vuracam 5-ə. Edəcək 85. Yəni axın ilə 85 kilometr yol gedib. Sonra axına qarşı hesablayacam. 12-dən 5 çıxanda 7 qalır. 7-ni də 7-yə vuran edəcək 49. Bəs toplam nə qədər gedib? Bunu tapmaq üçün 85 üstə gələk 49-u hesablamaq lazımdır. 85-in üzərinə də 49-u gəlsəm, edəcək 134 kilometr. Düzgün cavabım 5-ci sualda A variantı olmuş olacaq. Sual 6. Yaşları fərqi 2 olan 4 qardaşın yaşları cəmi 156-dır. Böyük qardaşın yaşını tapın. Dəyərli müəllimlər, bunun müxtəlif yolları var. Hər birini izah edəcəm. Kimə hansı uyğundursa, o yoldan istifadə edib cavabları tapa bilər. Birincisi, yaşları fərqi 2-dir. Yəni, eyni yaş qədər artırlarsa, aradakı fərqlər eynidirsə, bunlar ardıcıl ədədlərdir. 4 qardaşdırsa, 156-nı bölürsüz qardaşların sayına. 156-nı böləcəm 4-ə. 156 bölünsün 4. Bərabərdir 39. Kimsə bu dediyimi anlamırsa, YouTube-da bu videoya baxandan sonra ardıcıl ədədlər Nail Sadqov yazaraq baxa bilər. Çox önəmli dərsdir. Orada qızıl qaydalar bilsəz, imtahanda qısa bir vaxtda belə sualları yaza bilərsiniz. Bu bizim ortadakı ədədimiz olur 39. Bunu yazırsınız ortaya. Axı 4 qardaşdır. İndi 39-un sağında və solunda ədədlər yazacağam. 39-dan bir vahid əvvəl 38 var, sonra isə 40-ı yazacağam. Və bunlar arasındakı fərq görürsünüz 2-dir. Sonra bundan əvvəl 36 var. Bu da 2 olmalıdır. 40-dan sonra da 42 var. Bizdən böyük qardaşın yaşını tap deyir. Böyük qardaşın yaşı 42 olacaq. Yəni yaşlar 36, 38, 40, 42-dir. Doğrudan da bunları cəmləsək cəm 156 olur. Böyük qardaşın yaşı 42 oldu. Yəni doğru cavabım 6-cı suala C variantıdır. Bu bunun bir üsulu. Yəni ardıcıl ədədlər üsulu. İkincisi, tam hissə modelinə izah edirəm.
4 qardaşdır. Bax, hamısını nömrələyirəm. Kiçik qardaşın yaşına bir kvadrat deyirəm. 2 artır. Bu olacaq kvadrat üstə gələk 2. Növbəti olacaq kvadrat üstə gələk 4. Növbəti olacaq, yəni 4-cüdə kvadrat üstə gələk 6. Və bunun cəmi toplam olaraq 156-dır. 156-dan bax, bu əvvəlcə ədədlərin cəmini çıxıram. Yəni 156-dan ədədlərin cəmi nə qədərdir? 2-nin üstə 4 gələndə 6, 6 üstə 6, 12. Yəni 156 çıxıram 12-ni, qalır 144. Sonra 144-ü böləcəm 4 dənə hissəyə. Axı 4 qutudur burada. 144-ü 4-ə bölən düşür 36. Yəni bax, bu hissəyə 36 yazacağam. Digər rənglə yaz. Aha, bu oldu 36. Sonra 36-nın üstə 2 gələndə oldu 38. 38-in üstə 2-ni gələcəm, növbəti olacaq 40. Yəni bunların hamısı 36-da qutular, belə fikirləşək. 36-nın üstə də 6 gələndə 42-ni almış oluram. Yəni böyük qardaş yenə də 42 aldım. Və nəhayət bunun 3-cü üsuluna gedəcəm, tənlik üsulu. İndi bəzi müəllimlər təbii ki, tənliyi daha üstün tuturlar. Tənliyi bilsəz, işiniz çox asan olmuş olar. Birinci qardaşın yaşına x deyirəm. Növbəti olacaq x üstə gələk 2. Bir sonraki olacaq x üstə gələk 4. Bir sonraki olacaq x üstə gələk 6. Və bunların cəmləsəm hamısını, x-ləri bir cəmləyəcəm. Fikir verin, 4 dənə x var. 4x üstə gələk. Ədədləri bir cəmləsəm, bax, buradakıları edəcək 12, bərabərdir 156. Bax, bu tənliyi əldə etmək lazımdır. Buradan 4x bərabərdir. 156-dan 12 çıxanda 144 qalacaq. X də bərabərdir 144-ü böləcəm 4-ə, düşəcək 36. Diqqətli olursunuz, x-in qiyməti 36-dır. Böyük qardaşın yaşı isə x plus 6. Yəni 36-nın üstə 6 gələcəm, həmin 42-ni almış oluram. Müəllimlər, bu yolları göstərməkdə məqsədim odur ki, yəni hər biriniz fərqli bir üsul seçə bilərsiniz, fərqi yoxdur. Amma yekunda eyni cavabı almış oluruq. Yəni sizə hansı rahatdırsa o üsulla yazıb, əsas məqsəd təbii ki, doğru cavabı tapmaq olmalıdır. Sual 7-yə keçid edirik. Bu da maraqlı bir sual idi. Bərabərsizliklər bölməsindən bir qədər diqqət tələb edir. Deyir ki, bu bərabərsizliyində B ən az neçə ola bilər? Variantlar hazır verilib. Variantları da qoyub yoxlaya bilərsiniz. Okey, bu öz yerində, amma qaydanı da biləyən gəlin. Təkrar yazıram bura. 436 çıxılsın B kiçikdir 139-dur. Yadda saxlayın. Əgər dəyişən, bax, bu çıxılan tərəfdədirsə, azalan, çıxılan fərq kimi yanaşırıq da. Düzdür mü? İndi burada sadəcə bərabərsizlik işarəsi qoymuşuq müqayisədə, bərabərlik deyil. Siz B-ni keçirin o biri tərəfə həmişə. Təkrar edirəm, dəyişənin qabağına çıxma görürsünüzsə, o biri tərəfə keçirməkdə fayda var. İndi o biri tərəfə keçirsəm, olacaq B. Qabağında çıxmadırsa, o biri tərəfə keçirsəndə toplam olur. Əla. 139 isə keçəcək bəri tərəfə, yəni sola. 136 çıxılsın, 139 qalacaq. İşarə yerində qalsın. Nə edəcəm? 436-dan çıxacam 139-u. Qalacaq 297. Yəni B ədədi 297-dən böyük olmalıdır. 297-dən böyük. Ən az neçə var? 298 var. Yəni düzgün cavabım D variantı olur. Çox diqqətli olursunuz. Həqiqətən də 436-dan 298-i çıxın. Bax, 436 çıxılsın. B-nin yerinə 298-i yazıram. Qalır 138. Yəni 138 139-dan balacadır. Ən azı 298 yazmaq lazımdır ki, bu şərti ödəmiş olsun. Sual 8-ə baxırıq. Azalan, çıxılan, fərqin cəmi 784-dür. Çıxılan fərqdən 120 vahid böyükdür. Fərqin rəqəmləri hasilini tapın. Qızıl qaydamız var ki, azalan, çıxılan fərqin cəmi veriləndə həmin o cəmi 2-yə bölüb biz azalanı tapa bilərik. Yəni 784-ü böləcəm 2-yə. Yuxarıdan yazaq, 784 bölünsün 2. Bu bizə verir 392-ni. Yəni müəllimlər, azalanın qiyməti, bax, bunun qiyməti 392-dir. Azalan bərabərdir 392. Digər tərəfdən çıxılanla fərqin cəmi də 392-dir. Bunu da bilmək lazımdır. Yəni azalan neçə olursa, çıxılanla fərq də həmin qiyməti almış olur. Yəni cəmin yarısı azalana düşür 784-ün. Yarısı da çıxılanla fərqin cəminə düşür. Bizə deyir, çıxılan fərqdən 120 vahid böyükdür. Buraya yazıram çıxılan. Burada yazıram fərq. Çıxılan fərqdən 120 vahid böyükdür. Yəni fərqə biz bir kvadrat desək, çıxılan bundan 120 vahid çox olacaq. Kvadrat plus 120 oldu.
və bunun cəmi şərt əsasən 392-dir. Biz özümüz tapmışıq da bunu. Nə edəcəm indi? 392-dən əvvəlcə çıxacam 120-ni. 392-dən 120-ni çıxsam, qalacaq 272. Və 272-ni mən 2 yerə bölməliyəm. Çünki 2 dənə kvadrat var. 272-ni də 2-yə bölən düşür 136. Bura 136-dır, burada 136-dır. Məndən fərqin rəqəmləri hasilini soruşur. Yəni 136-nın rəqəmləri hasili. 1 vuraq, 3 vuraq 6. 1 3-üm 3, 3 6 vuran 18. Doğru cavabım A variantı olmuş oldu. İstəsəz tənliklə də yaza bilərsiniz. Burada deyirik, çıxılan fərqdən 120 vahid böyükdür. Onda nə edəcəm? Baxın, buradan yazaq, çıxılan və fərq. Fərqə bir x deyəcəm, çıxılan olacaq x üstə gələk 120. Və şərtə sizin bunların cəmi 392-dir. X-ləri bir toplayıram burada. Olacaq 2x üstə gələk 120 bərabərdir 392-yə. Buradan 2x bərabərdir 392-dən 120-ni çıxacam. Qalacaq 272. X də bərabərdir 272-ni 2-yə böləndə düşür 136. Fərqə x demişəm də. Məndən də fərqin rəqəmləri hasilini soruşursa, o 136-dır. Onda rəqəmlər hasili 18-dir. Fərqi yoxdur müəllimlər. Necə yanaşırsınız, yanaşın. Əsas doğru cavabı tapmış olaq. Yenə də qızıl qaydamızı xatırladıram. Biz bunu daxili qruplarda çox keçirik, dönə-dönə vurğulayıram. Çox önəmli bölmədir. Yəni çox qarşımıza çıxır bu tiplər. Azılan çıxılan fərqin cəmi veriləndə cəmi 2-yə bölüb azılanı tapırıq. Çıxılanla fərqin cəmi də yəni bunun yarısı olmuş olur həmişə. Sual 9. 2 il yaş fərqi ilə doğulan 3 uşağın yaşları cəmi atanın yaşına bərabərdir. Atanın 48 yaşı olarsa kiçik uşağının yaşının rəqəmləri cəmini tapın. Yenə də müxtəlif üsullarla yazmaq olar. Birincisi, 2 il yaş fərqi ilə doğulan. Yəni aralarındakı yaş fərqi 2-2-dir. Nədir? Arzu ədədlərdir. Mən nə edərəm? 48-i bölərəm 3 uşağın sayına, yəni 48 3-ə bölünür düşəcək 16. Bu ortadakı uşaqdır. Yəni 16. 2 il yaş fərqi ilə 16-dan əvvəl 14 var, sonra da 18 var. Kiçik uşağın yaşı 14-dür. Bunda rəqəmləri cəmi 1 üstə gələk 4 edəcək 5. Düzgün cavabım A variantı. İkinci qayda. Tam hissə modeli. Tam hissə modeli ilə yazsam müəllimlər. Balaca uşağın yaşına bir kvadrat deyirəm. Növbəti olur kvadrat üstə gələk 2. Növbəti olur kvadrat üstə gələk 4. 2 2 artır da və bunun cəmi 48-dir. 48-dən əvvəlcə bu 6-nı çıxacağım cəmin. Qalacaq 42. Sonra 42-ni 3 yerə böləndə düşəcək 14. Yəni bu hissəyə yazacağam 14. 14, 14. Kiçik uşaq 14-dür. 1 plus 5 rəqəmləri cəmi 5 etmiş olur. Böyüyü soruşsa, məsələn, yaşı 18-dir. Rəqəmləri cəmi 9. Bu oldu bunun ikinci üsulu. Üçüncü üsulumuz nədir? Üçüncü üsulumuzda təbii ki, tənli üsuludur. Tənli ilə yazsam necə olacaq? Balaca uşağın yaşına 1x deyərəm. Növbəti olacaq x üstə gələk 2. Növbəti olacaq x üstə gələk 4. X-ləri bir toplasam olacaq 3x, üstə gələk ədədləri bir toplasam 6 və şərtə əsasən atanın yaşına, yəni 48-ə bərabərdir. Buradan 3x bərabərdir. 48-dən 6 çıxanda 42 qalacaq. X də bərabərdir. 42-ni 3-ə bölən düşəcək 14. Yenə də kiçik uşağın yaşını, yəni x aldım. 14 rəqəmləri cəmi 5 etmiş oldu. 10-cu suala baxırıq. Deməli, bu nisbətən daha maraqlı, daha düşündürücü sualdır. Əli evdən kitabxanaya getmək üçün 12 dəqiqə yol getdi. O kitabxanada 1 saat 14 dəqiqə kitab oxuduqdan sonra 15:30-da başlayacaq tamaşaya baxmaq üçün 5 dəqiqə ərzində kitabxanadan piyada teatra gedir və teatrın başlamasından 6 dəqiqə əvvəl oraya çatır. Əli evdən saat neçədə çıxıb? İlk növbədə bunu vizual formada, yəni şəkillərlə sizə izah edəcəm. Sonra təbii ki, ədədlər üzərində işləmiş olarıq. Bizim 3 göstəricimiz var burada. Birincisi Əlinin evidir. Əli evdən çıxıb gedir kitabxanaya. Sonra buradan da çıxıb gedir teatra. Hər birini yazaq ayrı-ayrılıqda. Bura oldu ev. Bura oldu kitabxana. Bu da oldu teatr. Aha. Evdən çıxır, gedir bura. Oxlarla da göstərək, yəni ardıcıllıq bu formadadır. Bura gəldi. Kitabxanadan da çıxıb teatra getmiş oldu. Biz burada əməliyyatları tərsini yerinə yetirməliyik, müəllimlər. Nə demək istəyirəm? Diqqət yetirin. Bizə deyir ki, tamaşa 15:30-da başlayacaq. Amma
Əli 6 dəqiqə əvvəl oraya çatır. Yəni Əli neçədə çatıb teatra? 15:30-dan 4-ün yarısından 6 dəqiqə əvvəl. Yəni saat neçə idi? 15:24. Əli kitabxanadan teatra getmək üçün 5 dəqiqə zaman sərf edib piyada. 15:24-dən 5 dəqiqəni çıxanda qalır 15:19. Buradan yarıya bölürəm 15:19. Yəni belə deyək ki, oxla göstərəcəm. 15:19-da kitabxanadan çıxır, 15:24-də oraya çatır 5 dəqiqə ərzində. 6 dəqiqə sonra da teatr başlayacaq 15:30-da. Bəs Əli kitabxanaya nə vaxt daxil olmuşdu? Onu burada yazaq. Əli 1 saat 14 dəqiqəlik kitab oxuyur. Yəni 15:19-da buradan çıxıbsa 15:19-dan 1 saat 14 dəqiqə əvvələ gedək. Bunu biraz yuxarıdan yazıb çıxacağam. Yəni 15:19 çıxılsın 1 saat 14 dəqiqə. Dəqiqədən dəqiqə çıxılacaq, saatdan saat. 19-dan 14 çıxanda 5 qalır. 15-dən də 1 çıxanda 14 qalmış oldu. Yəni Əli kitabxanaya 14:05-də daxil olub. Fikir verin. 14:05-də kitabxanaya gəlib 15:19-da çıxıb. 1 saat 14 dəqiqə edir də. Bəs Əli evdən nə vaxt çıxıbdır? İndi gəlin növbəti addımda onu hesablayaq. 12 dəqiqə yol gəlib evdən çıxanda və kitabxanaya 14:05-də çatıb. Biz indi 14:05-dən 12 dəqiqə əvvələ getməliyik. Düzdür, bunu şifahi də tapa bilərsiniz. Amma gəlin riyazi yolla da hesablayaq. 14:05 çıxılsın 12 dəqiqə. Axı 5 dəqiqədən 12 dəqiqəni çıxa bilmirik. Ona görə 14-dən 1 saatını ayırıram. Yəni 14 saatdan 1 saatını götürürəm, qalır 13 saat. Həmin o 1 saatı 60 dəqiqə çevirirəm, 5 dəqiqənin üstə qoyuram. Olur 65 dəqiqə. 65-dən 12-ni çıxacaq. 5-dən 2 çıxanda 3, 6-dan 1 çıxanda 5 qalır. 13 də yerində qalır. Yəni 13:53-də Əli evdən çıxıbdır. Yoxlaya bilərsiniz. 13:53-də evdən çıxır. 12 dəqiqə yol gedir. 14:05-də kitabxanaya çatır. 1 saat 14 dəqiqə kitab oxuyur. 15:19-da kitabxanadan çıxır. 5 dəqiqə piyada yol gedir. 15:24-də tamaşaya çatmış olur. Tamaşa isə 6 dəqiqə sonra, yəni 15:30-da başlayacaq deyir. Yəni bu ikinci şans imtahanda düşən fikrimcə ən çətin suallardan biridir. Təbii ki, düşündürücü bir neçə sual sizə təklif oluna bilər. Buna hazır olmaq lazımdır. Bir qədər vaxt tapıram. Amma ümumi sualların səviyyəsi rahat olur. Yəni normal qaydada hazırlaşan müəllim imtahandan təbii ki, keçə bilər. Rahat nə mənada? Yəni kim hazırlaşırsa, kim mövzuları öyrənibsə onlara rahatdır. Təbii ki, hazırlaşmayan, bilməyən müəllim üçün istənilən halda bu suallar çətin görünə bilər. Videonu izlədiyiniz üçün hər bizə təşəkkür edirəm. Sağ olun. Bir sonraki izahlarımızda görüşərik. Hələlik.